Son zamanlar şəkərli diabetə tutulanlar arasında uşaqlara da rast gəlinir. Mütəxəssislər bildirir ki, xəstəliyin vaxtında aşkarlanması və düzgün nəzarət uşağın sağlamlığı üçün xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə daha sıx şikayətlər polidipsiya, yəni həddindən artıq susuzlaşma və yaxud da ki, poliuriya dediyimiz həddindən artıq sidiyə getmələr, sidik qaçırtmalar şikayətləri ön planda olur. Qusma şikayətləri ilə müraciətlərdə biz qan şəkəri baxa bilirik. Zaten bizim check-up müayinəsində 2 yaş üstü hər uşağın mütləq şəkildə bir qan şəkərinə baxılması, yəni hər hansı bir şikayət olmasa belə baxılması mütləqdir. Əgər orada bir problem olarsa, növbəti addımda mütləq bir uşaq endokrinoloquna yönləndiririk. Uşaqlarda ən çox rast gəlinən şəkərli diabet növü tip 1 diabetdir. Bu, insulindən asılı xəstəlikdir. Uşaqlarda demək olar ki, hər yaşda rast gəlmək mümkündür. Lakin 5-7 və 10-14 yaş aralığında daha çox müşahidə olunur. Əsas əlamətləri ağızda quruluq, susuzluq, gecələr tez-tez sidiyə çıxma, arıqlama, halsızlıq və tez yorulmadır. Birinci tip şəkərli diabet autoimmun xəstəlikdir. Yəni irsiyyət burada çox az rol oynayır. İkinci tip insulindən asılı olmayan diabetdə əsasən irsiyyət faktoru rol oynayır. Birinci tip diabetdə, yəni uşaqlarda rast gəldiyimiz diabetdə irsiyyət faktoru o qədər önəmli deyil. Gərək ata və anadan hər hansı biri tip 1 şəkərli diabet olarsa, uşaqda yaranma faizi 3-5% və yaxud hər iki valideyndə tip 1 diabet olarsa, uşaqda yaranma faizi 30-40% olur. Əgər valideynlərdə tip 1 diabet yoxdursa, yaranma faizi çox azdır. Əsasən autoimmun xəstəlik nə deməkdir? İnsulin sekresiyadan, mədalatı vəzin insulin sekresiyadan beta hüceyrələrinə qarşı immun sistem tərəfindən antitellər yaranır. Bu antitellər həmin o insulin sekresiyadan beta hüceyrələri zədələyir. Onun fonunda da insulin çatışmazlığı yaranır. Tip 1 diabetin qarşısını tam şəkildə almaq mümkün deyil. Lakin riskləri azaltmaq olar. Bunun üçün ana südü ilə qidalanma müddətinin uzadılması, uşaqların vaxtında tibbi müayinələrdən keçirilməsi və D vitamininin normada saxlanılması vacibdir. Bir də eyni zamanda tip 1 diabetin yaranmasında bəzi infeksiyalar var ki, onlar çox rol oynayır. Məsələn, qızılcadır, məxmərəkdir, Coxsackie virusudur. Ona görə uşaqların da peyvəndini vaxtında etmək lazımdır ki, bu viruslara yoluxmasın və yaxud yoluxduqda çox yüngül keçsin ki, həmin diabet yaranmasının qarşısını ala bilək də. Yəni həmin viruslar mədalatı vəzin, insulin sekresiya hüceyrələrini zədələyir, onun fonunda da diabet yarana bilər. Uşaqlarda şəkərli diabet aşkarlandıqda valideynlər təşvişə düşməməlidir. Əsas məsələ məlumatlı olmaqdır.